Gəncə şəhərində 33 yaşlı kişi 11 yaşlı xalası qızla təcavüz edib. Hadisə şəhərin Natəvan küçəsində baş verib. Şəhər sakini 1988-ci il təvəllüdlü Ragil Ağayev xalası Turanədən borc alır. Bir müddətdən sonra o xalası gilə gələrək onun 11 yaşlı qızına tamah salır. Belə ki, Ragil 2010-cu il təvəllüdlü xalası qızını oyun oynamaq adı ilə aldadaraq öz evinə gətirir. O qızı yataq otağına gətirib orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyir. Hadisə vaxtı Ragilin həyat yoldaşı Aytən evə gələrək qapını döyür. Ragil dərhal əyinini geyinib, xalası qızına isə bu barədə heç kimə heç nə deməməyi tapşırıb. Qapını açır. Az yaşlı qız dərhal evdən qaçıb öz evlərinə gedir. Növbəti gün Ragil xalasının evdə olmadığını öyrənib onlara gedir. O xalasının evinə gedəndə orada xalası qızının tək olmadığını, qızın qardaşı ilə oynadığını görür. O xalası oğlunu aldadıb başqa yerə göndərir. Bundan sonra Ragil qızla cinsi əlaqədə olur. Ragil onunla 2022-ci ildən 2024-cü ilə qədər mütəmadi olaraq cinsi əlaqədə olur. O hər dəfə qıza hədələyir. Bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürəcəyini bildirir. Qız da qorxudan bu barədə heç kimə məlumat vermir. Bir müddətdən sonra qız ağrılar hiss edir və bunu Ragilin qardaşı arvadına deyir. O mütəmadi olaraq Ragil tərəfindən cinsi əlaqəyə məcbur edildiyini bildirir. Faktla bağlı polisə müraciət olunur və cinayət işi başlanılır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ragil Ağayev 12 il müddətə azadlıqdan məhrum edilir.